Kənan Axundzadə 1994-cü il avqustun 2-də Lənkəran şəhərində anadan olub subay idi. Kənan Axundzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən en sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan ordusunun əsgəri olan Kənan Axundzadə 2020-ci il oktyabrın 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Axundzadə oktyabrın 31-də Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kənan Axundzadə ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və cəsur döyüşçü medalları 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.